illərdə Azərbaycanla Çin arasında iqtisadi münasibətlər daha da genişlənir. İki ölkə arasında ticarət dövriyyəsi ilbəil artır. Çin şirkətləri Azərbaycanda geniş miqyasda təmsil olunurlar. Ötən ilin statistik məlumatlarına görə Çinin Azərbaycana yatırdığı investisiyaların həcmi 950 milyon ABŞ dollarını keçib. (2025-ci ildə ticarət dövriyyəsinin həcmi 4,9 milyard ABŞ dolları olmuşdur. 2024-cü illə müqayisədə 2025-ci ildə Çin ilə ticarət dövriyyəsi 30,16% artmışdır. Çin Azərbaycanın 4-cü ən böyük ticarət tərəfdaşıdır. Azərbaycanın Çində ticarət nümayəndəsi, 6 ticarət evi, 2 şərab evi fəaliyyət göstərir. Azərbaycanda sənaye, kənd təsərrüfatı, nəqliyyat, tikinti, ticarət və xidmət sahələrində 394 Çin investisiyalı kommersiya qurumu fəaliyyət göstərir. İki ölkə arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində göstərilən səylər nəticəsində Çin şirkətləri ilə sənaye, yaşıl enerji, nəqliyyat, kənd təsərrüfatı, informasiya kommunikasiya texnologiyaları və ipəkçilik kimi sahələrdə birgə layihələr həyata keçirilir. Azərbaycanda fəaliyyət göstərən belə şirkətlərdən biri də Sumqayıt Sənaye Parkında yerləşən Azərbaycan Vanhong Ceramics Co. MMC-dir. Burada Çinin qabaqcıl texnologiyalarının tətbiqi ilə yüksək keyfiyyətli müxtəlif ölçülərdə keramik plitələrin istehsalı həyata keçirilir. Gördüyünüz bu zavodda 60-ın 60-a və 60-ın 120-yə buraxdığımız keramik plitələrdir. Həcmləri çox böyük bir həcmdə biz buraxırıq onları. Yəni günə bizim buraxdığımız potensialımız 35 min kvadrat metrədir. 80% elə daxili bazara biz məhsul satırıq, 20% isə xarici çıxardırıq. Bərpa olunan enerji sahəsi də son dövrlərdə Azərbaycan-Çin investisiya tərəfdaşlığında mühüm yer tutur. Nəzərə almaq lazımdır ki, Azərbaycan bərpa olunan enerji mənbələri üzrə yüksək potensiala malik ölkələrdəndir. Belə ki, ölkənin bərpa olunan enerji mənbələrinin texniki potensialı quruda 135 giqavat, dənizdə 157 giqavatdır. Azərbaycanın günəş və külək enerjisi potensialı ilə Çinin yaşıl texnologiyalar sahəsindəki təcrübəsi sinerji yaradaraq birgə layihələrin reallaşdırılması üçün əlverişli mühit formalaşdırıb. 2024-cü ilin noyabr ayında Bakıda keçirilən COP29 tədbiri çərçivəsində Azərbaycan aparıcı Çin şirkətləri ilə geniş miqyaslı günəş və külək enerjisi layihələri, enerji saxlama sistemləri və ağıllı şəbəkə infrastrukturunun inkişafını əhatə edən mühüm sazişlər imzalayıb. Bundan əlavə, Prezident İlham Əliyevin ötən ilin aprel ayında Çinə dövlət səfəri çərçivəsində Azərbaycanla Çin şirkətləri və qurumları arasında bərpa olunan enerji sahəsində əməkdaşlığa dair sənədlər imzalanıb. Bu sənədlər ümumilikdə 260 meqavat gücündə günəş elektrik stansiyaları, 100 meqavatlıq üzən günəş elektrik stansiyası, 30 meqavat gücündə batareya enerji saxlanış sistemi, dənizdə minimum 2 giqavat gücündə külək elektrik stansiyasının inşası, daha 2 meqavat gücündə külək enerjisi layihəsinin inkişafı, eləcə də bərpa olunan enerji və elektrik enerji sistemlərinin planlaşdırılması üzrə əməkdaşlığı əhatə edir. Azərbaycan Respublikası Energetika Nazirliyi ilə China Energy Overseas Investment Co. şirkəti arasında isə dənizdə külək enerjisi layihəsinin qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsi ilə bağlı icra müqaviləsi imzalanıb. Müqaviləyə əsasən Xəzər dənizində külək enerjisi potensialının qiymətləndirilməsi, bu sahədə layihələrin planlaşdırılması və inşası üzrə əməkdaşlıq ediləcək. Bu çərçivədə mərhələli əsasda minimum 2 giqavat gücündə dənizdə külək elektrik stansiyasının qiymətləndirilməsi, inkişaf etdirilməsi, layihələndirilməsi, maliyyələşdirilməsi, mühəndisliyi, tikintisi, istismara verilməsi və texniki xidmət üzrə əməkdaşlıq nəzərdə tutulur. Azərbaycanın Energetika Nazirliyi, China Datang Overseas Investment Co. və Sokar Green MMC arasında Böyükşor gölündə 30 meqavat gücündə batareya enerji saxlanış sistemi ilə 100 meqavat gücündə üzən günəş elektrik stansiyası layihəsinin qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsi ilə bağlı icra müqaviləsi də imzalanıb. Bundan başqa Xəzər dənizində 2 giqavat gücündə dənizdə külək enerjisi layihəsinin inkişafına dair Azərbaycanın Energetika Nazirliyi, Sokar Green MMC, China Datang Overseas Investment Co. və Power China Resources Limited arasında anlaşma memorandumuna da imza atılıb.
Həmçinin Azərbaycanın Energetika Nazirliyi Power China Resources Limited və Sokar Green MMC arasında 160 meqavat gücündə günəş elektrik stansiyası layihəsinin qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsinə dair icra müqaviləsi də mövcuddur. 2028-ci ildə istismara verilməsi planlaşdırılan stansiyada illik təxminən 332 milyon kilovat-saat elektrik enerjisi istehsalı proqnozlaşdırılır. Bu isə ildə 73 milyon kubmetr həcmində təbii qaza qənaət edilməsi, atmosferə atılan karbon emissiyalarının 160 min ton azaldılması deməkdir. Azərbaycan prezidentinin ötən ilin sentyabrında Çinin Tianjin şəhərində, həmçinin Power China Group şirkətlər qrupunun icraçı vitse-prezidenti Xi Yinfenlə də görüşü olub. Həmin şirkətin Azərbaycanda uğurla fəaliyyət göstərdiyi qeyd olunub. Yaşıl enerji, ətraf mühitin mühafizəsi, su resurslarının idarə olunması, çirkab suların təmizlənməsi, elektroenergetika və yaşıl hidrogen layihələri, tikinti, avadanlıq istehsalı sahələrində əməkdaşlıq məsələləri müzakirə edilib. Cari ildə də Çin şirkətləri ilə əməkdaşlığın genişləndirilməsi istiqamətində səylər davam etdirilir. 2026-cı ilin yanvar ayında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Çin Xalq Respublikasının Vançi və Sanson şirkətlərinin rəhbərləri ilə görüşü keçirilib. Görüşdə Çin şirkətləri ilə qarşılıqlı əməkdaşlığın genişləndirilməsi, alüminium istehsalı sahəsində birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə olunub. Beləliklə, Azərbaycan-Çin əməkdaşlıq sahələri davamlı genişlənir və ticarət, nəqliyyat, enerji, kənd təsərrüfatı kimi ənənəvi istiqamətlərlə yanaşı tərəflər rəqəmsal iqtisadiyyat, yaşıl enerji və süni intellekt kimi qabaqcıl sahələrdə də əməkdaşlığı fəal şəkildə inkişaf etdirirlər.